Araba sözü. Demək, araba sözü iddia olunur ki, dənilən etimoloji təhlil kitabını açıb oxuyası olsaz, görərsiniz ki, orada qeyd edirlər ki, araba sözü Hind-Avropa dilindən aiddir və sanskritcədə rada deyilən bir söz var. Dəqiq müəyyənləşdirilib ki, bu həmin Hind-Avropa dilinə aiddir. Lakin araba sözünün Hind-Avropa dillərindən türk dilinə hansı formada keçməsi isə qeyri-müəyyəndir deyirlər. Qəribə səslənmirmi? Araba sözü 100% əmindirlər ki, Hind-Avropa dilinə aiddir, lakin o türk dilinə hansı formada keçib, bu qeyri-müəyyəndir. Demək ki, araba sözünün Hind-Avropa dilinə aid olması ilə bağlı bunlar tarixdən, keçmişdən bir müqavilə alıb, peçadı möhrü üstündədir, lakin türk dilinə nə cür keçib, o sənəd gəlib çatmadığından o hissəni dəqiq bilmirlər. Düzmü deyirlər? Demək, mən ilk dilin kökəni ilə bağlı tam geniş təhlil aparmışam, bütün səslər üzrə feillərin tam təhlilini aparmışam və burada irri kökü və ibbi kökü, ayrılma, qırılma, hərəkət kökü olan iki fərqli kök birləşib, bir kökündən apar sözü formalaşıb. Hansı ki, biz dilimizdə indi də nəyinsə daşınması mənasında o söz işlədirik, aparmaq. Və həmin aparmaq sözündə səsi düşərək par var sözü var. Hansı ki, günümüz Türkiyə türkcəsində varmaq hansısa yerə çatmağı nəzərdə tutur. Azərbaycanın bir çox dialektində və Qazaq dialektində varmaq hansısa yerə çatmağı bildirir. Misal üçün falan yerə vardım və ya falan yerə varıb getdim kimi. Və Orxan Yenisey yazıtlarında hansısa yerə çatma demək olar ki, yalnız var sözü ilə işlənmişdir. Məsəl üçün Bilgə Xaqan Gültəkin öz ordusu ilə hansı əraziyə çatır, bütün bu ifadələr mən ordumla falan yerə vardım kimi işlənmişdir. Həmin İpir kökünün tərs kombinasiyası olan rip kökündən biz araba sözünün olduğunu görürük. Və araba sözü ilə eyni fonetik kökə malik olan ingilis dilində arrive sözü də çatmaq mənasına gəlir. Və artıq qeyd etdiyim kimi dilçilər iddia edir ki, biz araba sözünü kimlərdən salmışıq. Niyə? Çünki o dövr üçün arabanın kəşfi indiki kosmosa pek uçurulmasına bərabərdir. Və bu səbəbdən də qəribə bir qısqanclıqla çalışırlar ki, bunlar iddia etsin ki, at Hind-Avropa mədəniyyətinə aiddir, şalvar Hind-Avropa mədəniyyətinə aiddir, araba Hind-Avropa mədəniyyətinə aiddir. Çünki bu üçləmə biri-birini tamamlayır. Çünki sən atı əhəlləşdirməlisən ki, daha sonra araba düzəldəsən, daha sonra atın üstünə minirsənsə şalvarı icad etməlisən.